Herkese salam, kanalıma xoş gəlmisiniz. Zəkalı addımlar layihəmiz çərçivəsində məntiq dərslərimizə qaldığımız yerdən davam edirik. Bugün yenə Orxan Bəyovun 1-ci sinif məntiq kitabından sınaq bölməsini birlikdə həll edəcəyik. Orxan Bəyovun 1-ci sinif məntiq kitabı, şifrələr mövzusu, sınaq tapşırığı. Səhifə 17 və 18. Bundan öncəki tapşırıqların həllərini və izahlarını bilmək istəyirsinizsə, kanalımdakı digər videolara göz atmağınızı məsləhət görürəm. Bu kitabın əvvəlki şifrələr mövzusuna aid olan asan, orta və çətin olan tapşırıqlarını da izahlı şəkildə videolarımda bildirmişəm. Videoları kanalımdan izləyə bilərsiniz. İsə şifrələr mövzusundan sınaq bölməni izah edirik. Səhifə 17 və 18. Birinci tapşırığa baxırıq. Şifrələr mövzusundan səhifə 17. Sınaq. Deməli, hərflər verilib. 2 sütun və qarşı sütunda da, qarşı tərəfdə də 2 sütunda hərflərin şifrələri verilmişdir. İndi bizdən soruşur, it sözü hansı şifrələrdir? İndi biz nə edirik? Baxırıq ilk cərgəyə. Birinci sıramızda hansı hərf 2 dəfə təkrar olunmuşdur? Baxın, A hərfi 2 dəfə təkrar olunmuşdur. İndi biz baxırıq şəklimizdə, yəni şifrələrə. Görürük ki, burada bu 2 eyni şəkil 2 dəfə təkrar olunmuşdur. Artıq biz bilirik ki, bizim A hərfimiz bu şifrəyə bərabərdir. İndi isə İ hərfinə baxırıq. Burada İ hərfi tək qalıb. Deməli, buradakı 1, 2, 3, 4, 5, görürsünüz, 5 bucaqlı fiqurumuz da İ hərfidir. Deməli, biz artıq bildik ki, bizim İ hərfimiz 5 bucaqlı. Qırmızı ilə işarələyirəm ki, biləsiniz ki, artıq İ hərfimiz bu fiqurdur. Daha sonra davam edirik. İkinci sütuna baxırıq. Burada T hərfi 2 dəfə təkrar olunmuşdur. Qarşı tərəfdəki sütuna baxırıq. Görürük ki, burada da bu 2 fiqur 2 dəfə təkrar olunmuşdur. Deməli, T hərfimiz də bu fiqurdur. Onu da yaşından siz üçün dairələdim. İndi isə cavablara baxırıq. A cavabımızda görürük, biz bilirik ki, İ hərfimiz 5 bucaqlı fiqurdur. Deməli, A variantı deyil, B variantı deyil. Çünki 5 bucaqlı fiqur yoxdur. C variantıdır. C variantında ilk fiqurumuz 5 bucaqlı, İ hərfimiz. Doğru cavab C variantıdır. İkinci tapşırığa keçirik. İkinci tapşırıqda baxırıq ilk sütuna. C, B və R hərfləridir. Deməli, keçirik ikinci sütuna. İkinci sütunda A hərfi 2 dəfə təkrar olunmuşdur. Baxırıq, ikinci sütun simvollar vermişdilər. Bunların rəngləri fərqlidir. Baxırıq, şəkildə ola bilər, biraz aydın düşməsin rənglər. Lakin kitabda baxsaz görəcəksiniz ki, fiqur qırmızı rəngdədir. Gözünüz, biri biraz tündür, digərlər ikisi isə eyni rəngdədir, narıncı rəngdədir. Deməli, A hərfimiz narıncı rəngdə olan fiqurdur. Burada tək qalan C hərfimizdir. Baxın, C hərfidir. Burada da simvollarda tək qalan, publikimize oxşayan qırmızı dairə şəkilli publikdir. Deməli, bizdən də AC-ni soruşduğu üçün biz baxırıq cavablara. Hamısında 2 publik var. Birində narıncı publik, B cavabında narıncı publiklə mavi publik var. C cavab, deməli bu doğru deyil. C cavabında yaşıl rəngli publiklə narıncı publik var. Amma biz tapdıq ki, bizim A hərfimiz narıncı publikdir.
C cavabımız isə qırmızı bublikdir. A variantı doğru cavabdır. Keçirik üçüncü tapşırığa. Üçüncü tapşırıqda albalı sözü verilmişdir. Baxırıq bura. Diqqət edirik. Hansı hərfdən? Burada 2 dənədir. Baxın. A hərfi 2 dənədir. Daha sonra L hərfi 2 dənədir. İndi biz aşağıda verilən cavablardan eləsini seçməliyik ki, orada A hərfi 2 dəfə təkrar olunduğu kimi, L hərfi də 2 dəfə təkrar olunduğu kimi o fiqur 2 dəfə təkrar olunmuş olsun. Biz baxırıq A cavabına. A cavabında heç bir simvolda təkrarlıq yoxdur. Heç bir simvolda təkrarlıq yoxdursa, deməli bu düzgün deyil. Çünki bizim albalı sözümüzdə alı 2 dəfə təkrar olunur. Keçirik B cavabına. B cavabında baxırıq ki, yenə də eyni qayda ilə davam edir. Baxırıq indi C cavabına. C cavabında diqqətlə baxırıq. Bir dairə, bir kvadrat. Görürsünüz? Deməli, qırmızı dairə, yaşıl rəngli kvadratımız var. Deməli, bu iki fiqur təkrarlanıb. Deməli, yazırıq A, L. Bir fiquru buraxırıq. Deyək ki, bu hərfidir, bilmirik. Yenə təkrarlanır. Yenə qırmızı dairə, A hərfi, yaşıl kvadratımız L hərfi. Deməli, al. Artıq biz bildik ki, albalı. Doğru cavab C cavabıdır. Keçirik dördüncü tapşırığa. Burada bizə cücə sözü verilmişdir. Yenə eyni qayda ilə davam edirik. Baxırıq, burada C hərfi 2 dəfə təkrar olunmuşdur. Cavablarda ulduzlarımıza baxırıq ki, hansı ulduzumuz 2 dəfə təkrar olunmuşdur. Burada rənglərdən görə bilərsiniz kitabda. İndi ola bilər burada şəkildə aydın düşməsin. Burada deməli A cavabında baxırıq ki, deməli 2 yaşıl ulduz var yan-yana. Amma bizim cücə sözümüzdə yan-yana heç bir hərf yoxdur. Çünki hər samitin qarşısında saytımız qeyd olunub. Deməli, bu deyil. Keçirik. A variantı deyil. Keçirik B variantına. B variantında deməli, birinci ulduzumuz çəhrayı rəngdədir. İkinci ulduzumuz yaşıl rəngdədir. Üçüncü ulduzumuz çəhrayı rəngdədir. Dördüncü ulduzumuz narıncı rəngdədir. Deməli, 2 ulduzumuz artıq burada çəhrayı rəngdədir. Deməli, C. Deməli, yaşıl olacaq Ü. Narıncı rəngdə olan ulduzumuz da olacaq Ə. Yəni, cücə. Yenə istəsək, digər varianta baxır ki, burada da narıncı, yaşıl, çəhrayı və narıncı qeyd olmuşdur. Yəni, narıncı rəng 2 dəfə qeyd olunmasına baxmayaraq C variantında biri əvvəldə, biri sonda olmuşdur. Amma bizdə cücə sözündə elə deyil. Ona görə doğru cavabımız B variantıdır. Keçirik 5-ci tapşırığa. 5-ci tapşırıqda da yenə eyni qayda ilə hərflər və simvollar qeyd olunmuşdur. Biz tapırıq. Deməli, baxırıq. İkinci sütunda Z hərfi 2 dəfə təkrar olunub. Biz cavablara baxırıq ki, hansı şəkildən 2 dəfə təkrar olunub. Biz görürük ki, A cavabımızda və C cavabımızda deməli, kartoşka free olan baxın, simvolumuz 2 dəfə təkrar olunub. Burada təkrar yan-yanadır. Deməli, B cavabı deyil. B cavabına baxmırıq. İndi tapırıq bizim T hərfimizi. Baxırıq, burada 2 Z təkrar olunub, bir T hərfimiz tək qalıb. Bir T hərfimiz nəyə bərabərdir? Pizzaya. Düzdürmü? Burada pizza dilimi var. Burada da pizza dilimi var.
Aha. İndi biz nəyə diqqət edirik? Pizza dilimi T hərfi olduğu üçün, baxın burada qırmızı ilə işarələyirəm. Deməli bizə ilk sütunda pizza olan cavab lazımdır. Baxırıq A cavabına. A cavabında biz axı A ilə C cavabı arasında qalmışdıq. A cavabında T hərfimiz pizza olduğu üçün, baxın yazıram T hərfi. Burada pizza yoxdur bu sütunda. Deməli A cavabı doğru deyil. C cavabında baxın T hərfi qeyd olunmuşdur. Pizza dilimi var. Deməli doğru cavabımız C-dir. Keçirik 6-cı tapşırığa. 6-cı tapşırıqda bizdən nə soruşur? Deməli şəkil verib tülkü şəklidir. Tülkü 5 hərfdir. Baxın, orada deməli Ü hərfi 2 dəfə təkrar olunduğu üçün, baxın, tülkü sözündə. Burada da ulduzumuz 2 dəfə təkrar olunub. Digərləri isə olduğu kimi qalır. İndi bizə ütü şəkli verib və bizdən soruşur. Baxın, yazıram. Ü, tü. Demək, ütü sözündə bizə 2 şəkli verib. Amma birini verməyib. Soruşur A, B və C variantındakı hansı şəkillər, hansı simvollar bura uyğundur. Biz bilirik ki, ütü sözündə 2 dənə Ü vardır. Düzdürmü? Amma şəkildə hər simvoldan biri var. Deməli, burada təkrar simvol olmalıdır. Hansı simvolu təkrar yaza bilərik? Biz bu simvolu, bu almaz işarəsinə bənzəyən bu simvolu bura yaza bilmərik. Əgər biz bunu bura yazsaq, onda 2 yan-yana hərf təkrarlanmış sayılacaq. Bizdə isə Ü və digər Ü-nün ortasında bir T hərfi vardır. Deməli, bu T hərfidir. Ulduzumuz Ü hərfidir. Deməli, burada hansı işarəmiz olmalıdır? Bəli, C variantı. Ü simvolu, deməli, burada ulduz olmalıdır. Doğru cavab C variantıdır. Keçidirik 7-ci tapşırığa. 7-ci tapşırıqda 4 rəqəmi 2 dəfə təkrar olunmuşdur. Qarşı tərəfdəki balaca aycıq 2 dəfə təkrar olunmuşdur. Deməli, biz bildik ki, bizim aycığımız 4-dür. Digər qarşı tərəfə baxırıq. 2 rəqəmi burada 2 dəfə təkrar olunmuşdur ikinci sütunda. İkinci sütunda da papaq rəsmi 2 dəfə təkrar olunmuşdur. Artıq biz bildik ki, papaq 2-dir. Papağa 2 yazırıq. Daha sonra biz tapmalıyıq zəngimiz, zvanok işarəmiz hansı rəqəmdir? Biz tapdıq ki, papağımız 2-dir. Deməli, burada papaq 2-dir. Deməli, geriyə qalan 6 bizim zvanokumuz olacaq. Burada birinci sütunda tək qalan 6 rəqəmi də bizim zvanokumuz olacaq. Biz bura yazırıq 6. Artıq bilirik ki, 6-dan 2 çıxanda cavabımız 4-dir. İndi isə biz şəkillərə baxırıq. Ayını tapmışdıq bizdə. Ayımız 4 rəqəmidir. Qoyun qarşısında yazın. 6-dan 2 çıxanda 4 elədiyi üçün 4 rəqəmimiz də A-dır. A cavabı doğru cavabdır. Yəni 4. Keçirik digər 8-ciyə. Deməli, biz baxırıq 8-ci tapşırığımıza. 8-ci tapşırıqda deməli, baxırıq hansı hərf? Deməli, A hərfi bizdən la-nı soruşur, düzdürmü? A hərfini əvvəl dairələyirik. Neçə dənə A-mız var? 3 dənə. Deməli, 3 dənə A-mız var. Baxırıq cavablara. Hansı rəqəm 3 dəfə təkrar olunub? Baxırıq.
3 2 dəfədir, 2 bir dəfədir, 1 rəqəmi isə 3 dəfə yazılır. Deməli artıq bildik ki, bizim A-mız 1-dir. İndi baxırıq. 2 dəfə təkrar olunan hərf L hərfi. L hərfi 2 dəfə yazılıb, düzdürmü? Hansı rəqəm 2 dəfə yazılmışdır? 3 rəqəmi. Artıq biz bildik ki, bizim L-mız 31-dir. Doğru cavab A-dır. Edirik 9-cu tapşırığa. 9-cu tapşırıqda yenə eyni qayda ilə baxırıq. Deməli, ikinci sütuna diqqət edirik. Burada E hərfi 2 dəfə təkrar olunub. İkinci sütunda 3 rəqəmi 2 dəfə təkrar olunmuşdur. Deməli, artıq biz bildik ki, bizim E hərfimiz deməli 3-ə bərabərdir. 3-ə bərabərdir. Cavablara baxırıq. E hərfinə 2 yazıblar A cavabında, B-də 3, C-də 2 yazıblar. Bir tək B variantında 3 yazıblar. Elə B variantı da doğru cavabdır. Keçirik 10-cu tapşırığa. Bəli, burada meymun şəkli qeyd olunub. 2 hecalı, 6 hərfli sözümüz şifrələrlə qeyd olunmuşdur. Burada birini söz. Deməli, biz yazırıq. Baxın. Meymun sözündə M hərfimizdən 2 dəfə istifadə olunub. Deməli, artıq biz bilirik ki, bu şəkillərin hansısa biri 2 dəfə təkrarlanmalıdır. Baxırıq cavablara. A cavabına baxırıq. Görürük ki, baxın, A cavabında olan şəkildən burada var. Deməli, əgər biri də olsa, M hərfimiz 2 dəfə olur. Baxırıq B cavabına. B cavabında verilən şəkildən burada yoxdur. C variantında da verilmiş şəkildən burada yoxdur. Deməli, A variantı doğru cavabdır. Çünki meymun sözündə kim olduğu üçün buradakı şəkillərin də 1-2 dəfə təkrarlanmalıdır. Cavab A-dır. Keçirik 11-ci tapşırığa. 11-ci tapşırıqda deməli necə həll edirik? Baxırıq. X sütuna. Baxın. Mən indi qeyd edirəm. X sütuna diqqət edirik. Ba. Deməli, ba hecaları 2 dəfə yazılıb. Burada da şəkillərə baxırıq ki, 2 qəhvəyi rəngli şəkil də burada 2 dəfə təkrar olunmuşdur. Geriyə qalan La'dır. La'mız isə çəhrayı rəngdə olan simvolumuzdur. Bizdən soruşur, narıncı rəngdə olan simvol hansı hecadır? Artıq biz bildik ki, La'mız çəhrayıdır, Ba'mız qəhvəyi rəngdədir. Deməli, qəhvəyi Ba'dır. İkinci sütunda baxırıq Ba. Bilirik ki, qəhvəyimiz Ba'dır, qəhvəyi simvol. La'mız yenə öz qaydasında çəhrayı rəngdə olandır. Geriyə qalan isə L'miz isə narıncıdır. Artıq narıncımız hansı sözdür? Bəli, C variantı L. Keçirik 12-ci tapşırığa. 12-ci tapşırıqda da baxırıq. Birinci sütunda təkrar yoxdur. Keçid edirik ikinci sütuna. İkinci sütunda L hərfi 2 dəfə təkrar olunmuşdur. Demək, L hərfi burada 2 dəfə təkrar olunub. Simvollardan da belə şəklində olan simvolumuz 2 dəfə təkrar olmuşdur. Artıq biz bildik ki, bizim L hərfimiz dairədir. Baxın. Burada tala sözü verilib. Tala sözünü soruşur. L'mız dairədir. Digərlərinə baxmadan cavabları öncə yoxlayaq. A cavabımızda 3-cü hərfimiz dairədir. B cavabımızda 3-cü hərf kaktusdur. Deməli, B deyil. C variantında da 3-cü şəklimiz göy qurşağına bənzəyən
simvoldur. Deməli C cavabı da deyil. Çünki bizə elə bir cavab lazımdır ki, onun üçüncü hərfi dairə olsun. Bu da yalnız A-da var. Həmçinin baxırıq ki, A cavabında baxın, tala sözündə A hərfi 2 dəfə təkrar olunur. Deməli, bizim cavablarda elə olmalıdır ki, üçüncü hərfimiz dairə olduqda yanlarındakı iki simvolda təkrar iki eyni simvol olmalıdır. A hərfi, A hərfi. Deməli, tala sözü A cavabı ilə uyğunlaşır və doğru cavab da A-dır. Bundan öncəki tapşırıqları da eyni qayda ilə kanalımda video şəklində yayımlamışam, ətraflı izah etmişəm, tapşırıqları həll etmişik. Kanalıma göz atıb digər videoları da izləyə bilərsiniz. Bugünlük bu qədər. Yadınızda saxlayın, məntiqi sevmək uğura addım atmaqdır. Kanalımıza abunə olaraq pulsuz məntiq dərslərimizdən faydalana bilərsiniz. Hələlik, sağ olun.